Danışır Mahaçqala axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Minə xanım Mamayeva. Noyabr ayının 26-sında Respublika rəhbəri Ramazan Abdulatipov açıq hakimiyyət əlaqəsi çərçivəsində Kuntarkala rayonunun Qorxmasqala qəsəbəsi ərazisində fəaliyyət göstərən Kaspisk Təbəqə Şüşə Zavodu Açıq Aksioner Cəmiyyəti bazasında Dağıstan İnteqrasiya, İnvestisiya, Tərəqqi mövzusunda təşkil olunacaq canlı efirdə iştirak edəcək. Müvafiq əlaqə gedişində Ramazan Abdulatipov Dağıstan rəhbərinin rəsmi saytına internet vasitəsilə, Riya Dağıstan saytına və Ramazan Abdulatipovun Instagram, Facebook və Vkontakte şəxsi səhifəsinə daxil olacaq suallara cavab verəcək. Bundan əlavə, Respublika rəhbərinə vətəndaşlar onları narahat edən sualları birbaşa efir nömrəsi vasitəsilə 8 966 769 05 41 telefona zəng edərək verə bilərlər. Açıq hakimiyyət proqramı Dağıstan Dövlət Televiziya və Radio verilişləri, Rusiya 24 Dağıstan, Dağıstan Respublika verilişləri televiziya kanallarında canlı yayımda nümayiş etdiriləcək. Birbaşa efir vaxtı axşam saat 19-a müəyyən edilib və telefon nömrəsini bir daha təkrar edirəm. 8 966 769 05 41. Xəbərlərin oxunuşunu davam etdiririk. Respublika hökumətinin sədri Abdusəməd Həmidovun rəhbərliyi altında aparılmış müşavirədə Dərbənd şəhərinin 2000 illik təntənələrinə hazırlıq məsələləri diqqət mərkəzində durmuşdu. Müşavirədə Dərbənd 2000 Baş Nəzarət İdarəsinin rəhbəri Əli Nur Məhəmmədov, Dərbənd şəhərinin meri İmam Yarəliyev müvafiq çərçivəli hesabatla çıxış etmişlər. Onlar təntənəyə hazırlıq işlərinin problemli aspektlərini vurğulamış və bu əlaqəli gecikdirilməz tədbirlərin tətbiqi zəruriliyini də qeyd etmişlər. Müşavirə gedişində su təminatı, vətəndaşların qəza vəziyyətli və istismar müddətləri başa çatmış evlərdən köçürülməsi, qaz ötürücü, elektrik, telekommunikasiya xətlərinin dəyişdirilməsi, Dərbəndin giriş və çıxış hissələrinin abadlaşdırılması, şəhərin inşaat tələbatını ödəyəcək qum karxanalarının fəaliyyəti ilə bağlı məsələlər də müzakirə olunub. Müşavirənin yekunları əsasında Respublikanın hökumət sədri müvafiq çərçivədə məsuliyyət daşıyan rəhbərlərə də tapşırıqlar verdi. Dağıstanda sənayeçi və sahibkarların birinci forumu başa çatıb. Forumun təşkilində başlıca məqsəd investorların diqqətini Respublikaya cəlb etmək və müvafiq sahələrə mövcud yenilikləri tətbiq etməklə bağlı idi. Qeyd etmək yerinə düşər ki, kiçik və orta sahibkarlıq fəaliyyəti çərçivəsində Respublika büdcəsinə 1 milyon rubuldan artıq vergi köçürülüb. Baxmayaraq ki, bu ötən ilin göstəriciləri ilə müqayisədə 19% çoxdur, mütəxəssislər onu qeyri-qənaətbəxş sayırlar. Bu çərçivədə vergi ödənişinin dövlət büdcəsinə daxil olan hissəsinin aşağı göstəricilərini mütəxəssislər Dağıstanlı iş adamlarının kölgəli fəaliyyəti ilə əlaqələndirirlər. Kiçik və orta biznesdə işin legallaşdırılması üçün münasib iqtisadi və hüquqi şərait təmin olunmalıdır. Son müddət ərzində bu istiqamətdə artıq gərəkli addımlar atılır, belə ki, Dağıstanda sahibkarları dəstəkləyən və onların fəaliyyətinə şəffaflıq gətirən Respublika və munisipal mikromaliyyələşdirmə fondları, biznes inkubatorlar və zəmanət fondları iş aparır. Xatırladırıq ki, Dağıstanda sənayeçi və sahibkarların birinci forumu çərçivəsində 48 milyon rubl dəyərli razılıq imzalanıb. Onların arasında ən nəhəngi Kiska Tao kəndli fermer təsərrüfatı ilə Akşa rayon müdiriyyəti arasında imzalanmış razılıqdır. Müvafiq vəsait Butri kəndinin inkişafına yönəldiləcək. İnvestorlar Daxadayev rayonuna da maraq göstərmişlər. Rayonun inkişafına 13 milyon rubl istiqamətlənəcək. Aşda kənd istehsalat kompleksi 10 milyon rublu 200 başlıq heyvandarlıq kompleksinin rekonstruksiyasına verəcək. Müvafiq munisipalitetdə cari il investorlar hinduşka ətinin istehsalı ilə məşğul quşçuluq fabrikini də inşa etməyi fikrindədirlər. Bu məqsədlə rayon müdiriyyətinin hesabına 3 milyon rubl köçürüləcək.
Bəllidir ki, Dağıstan Energo və İTEK Mühəndis Mərkəzi istilik təminatı ilə məşğul şirkətin qazanxanalarındakı avadanlığın modernizasiyası barədə də razılığa gəlmişlər. Siz son xəbərlərə qulaq astınız.